azad edilmiş torpaqlarda Hristiyan məbədləri nə olacaq? Narahatlıq ifadə edirlər. Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda. Heç kim narahat olmasın. Xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, İslamofob hisslərini alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onlara təhqir edənlərə bəraət qazandırır. Onların haqqı yoxdur bu barədə danışmaq. Bir, kim bizə yarat tuta bilər? Məscidləri bağlayan, yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan, bizə dərs deyəcək, narahatlıq ifadə edəcək. Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bütün bizim tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hal-hazırda 2 pravoslav kilsə təmir olunub. 3-cü kilsə təmir olunub, inzibati bina tikilir. Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib Hristiyan məbədlərinə baş çəkmək istəsə, bura gəl. Gəlsin və desin, vəhşi erməni neyini burada? Və geçsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar. Bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik bura. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik.